Və ikinci bir məsələni də mən demək qeyd edeyim. Niyə məsəl elədirsə, məsələn biz deyəndə ki, niyə bizim soydaşlarımızın yaşadığı Gürcüstanla sayılacaq, deyirik ki, birini açdın, o birisini bağlamaq bir qədər yaxşı görünmür, eləmi? Məncə bu inandırıcı deyil. Niyə? İrana açıq deyilə bilər ki, sizdə bu vəziyyətlərlə bağlı yaranmış müəyyən təhlükəsizlik qayğılarımız var. Buna görə açmırıq. Məsələn deyirəm. Bu yaxında bu günləri deyəsən ikinci dəfədə mühafizə. Mənim fikrim düzgün anlaşılmaya bilər. Biz xaotik şəkildə sərhədin keçilməsi əleyhinəyik. Bu dediyiniz beynəlxalq konvensiyalar, təvəkkül və s. Bu halda sərhəd bağlıdır, bizim gömrük xidməti, sərhəd xidməti. Orada kimsə keçə bilər. Ancaq söhbət sərhəd açıqdır. 100 minlər, milyonlar gəlsin. Biz bunun əleyhinəyik. Xaotik ikinci dəfə Natiq Cəfərin adını çəkirəm. Açıqcası bu Real Partiyasında yürütdüyü siyasət və bir məsələlərə yanaşımları ilə də razı deyiləm. Lakin yəni insan adını çəkərək müəyyən haqqını vermək lazımdır. Natiq bəyin bir maraqlı təhlili olmuşdu ki, Naxçıvanda 4,5% keçən il artım olub. Müdaxil məhsul baxımından. Azərbaycanda 1,2. İzahatı bu cavabı bundan ibarət ki, çünki Naxçıvanda quru sərhədlər açıqdır. Naxçıvan cəmaəti üçün. Bəli, yerlik. Mən demirəm ki, bunun əgər əks fikirdə olanlar varsa, durub bunun əksini izah edib eyləndirsinlər. Azərbaycanın iqtisadi marağı üçün bu suallar iqtisadçılar tərəfindən qoyulur axı və bunun da cavabı verilmiş. Azərbaycanda ki, bugün iqtisadi rifah dediyimiz məsələ də və digər başqa proqramlarımız da orada ərilən pullar da iqtisadi inkişaf olmasa, bunlar hamısı havada qalan məsələlərdir ki, Pənah bəy, Çində 5% iqtisadi artım bu milyardlar və trilyonlarla dollar deməkdir. Amma tutaq ki, Ermənistanda 5% artım bu yəni hər halda bir izahatı olmalı ki, Azərbaycanın tərkib hissəsi olan trilyonlar artım və ya da ki, söhbət eyni faizlə özünü bir-birinə qatmayaq da. Deyirəm, Naxçıvanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda 4,5% artım var. Dövlət Statistika Komitəsinin qaldı. Azərbaycanın digər ayrılmaz hissələrində isə ümumi halda 1,2-dir. Yəni mən sadəcə olaraq deyirəm, belə bir suallar, təhlillər var deyə. Bunun da bir izahatı verilməlidir, cavab verilməlidir. Çünki və deyilməlidir ki, cəmaata bildirilməlidir ki, bu quru sərhədlərin bağlanması iqtisadi cəhətdən bizə nə xeyri verir, nə ziyanı verir. Böyük bir hissə hal-hazırda o qənaətdədir ki, nəinki bu bizim soydaşlarımızla əlaqələr baxımından, sərhədyanı rayonlarda yaşayan əhalinin maraqları baxımından, ümumiyyətlə hərəkət eləmək azadlığı buradakı konstitusiyon hüquqlar baxımından doğru deyil. Amma eyni zamanda deyilir ki, bu Azərbaycanın iqtisadi inkişafı üçün, maraqları üçün, əlaqələri üçün də bir əlavə maneələr, bariyerlər yaratmaqla ziyan vurub inkişaf tempimizi zəiflədir. Yox, belə deyilsə, onda hökumət zəhmət çəksin. Bu qərarı qəbul edən hökumət var. Özünün mütəxəssisləri vasitəsilə bu məsələlərə bir kompetent cavablar versin, izahatlar verilsin və ümumi sözdən olmur axı. O baxımdan da mən hesab edirəm, istər o qeyd etdiyimiz təhlükəsizlik məsələləri. Biz tanış hamımız ölkə başçısı deyib ki, bu bəziləri bilsə bizim bildiklərimizi heç bu tərəfdən eləməzlər. Mən xatırlayıram, belə bir izahat verilmişdir. Ola bilər, mən istisna eləmirəm. Lakin açıqcası 1 ay, 2 ay, 3 ay özdə hər dəfə də bu olmayan epidemiya. Bilirsiniz, axı bu nəyə lazımdır? Olmayıb axı. Məncə sonuncu dəfə cənab da təhlükəsizlik məsələlərlə izah olundu sonuncu dəfə artıq. Yəni bu məsələlər barədə izahat verilməyəndə o halda demək açığı bir sıra suallar yaranır ki, bu da özünün o ictimai rəydə də, o insanlarda da mənim fikrim, mənim bilmək istəyirsən, mən hesab edirəm ki, hörmətli dinləyicilərimiz də bilsin. Çox ciddi və inandırıcı dəlillər, sübutlar ortalığa gəlməyənə qədər. Mən hesab edirəm ki, sərhədlərin açılmasının verə biləcəyi xeyir, onun verə biləcəyi zərərdən daha çoxdur. Çünki Azərbaycan bu gün kifayət qədər öz təhlükəsini digər sərhəd bağlaması vasitəsilə yox, digər başqa vasitələrlə qorumaq imkanında. Buyurun. Yəni hipotetik baxımdan ABŞ və İran və hətta o İsrailin də iştirakı ilə müharibə olması mümkündür. Oldu da. Mümkündür və hipotetik və real baxımdan demək olar. Və belə bir müharibə 86 milyon səhv eləmirəmsə İranın əhalisidir. 86 milyon. Və bu müharibə başlayacağı təqdirdə təbii ki, burada köçlər, deməli ölkəni tərk etmələr. İstisna deyil, olmaya da bilər. İstisna deyil, ola da bilər, olmaya da bilər. Müharibədə bunu gördük. Üstə gəldi bugünə təbliğat maşını, informasiya, Trumpın bəyanatları elədi ki, bombalayıcı və bəzən qabaqcadan o dəhşətli deyil. Tərk eləyin də deyirlər. Yeri gəlmişdən tərk eləyin ifadəsini deyirlər. Dəhşətli mənim fikrimcə odur. Dəhşətli İran daxilində uzun müddətli daxili münaqişələrin başlaması. Yox, indi deyirəm, hətta Trump da keçən dəfə də 12 günlük müharibə dövründə İsrail dedi ki, falan şəhəri tərk eləyin, biz bombalayacağıq. Hətta bunu da dinc əhaliyə deyirlər.
Belə olan vəziyyətdə istəyərdim Onlar İranı tərk edin deyirlər, yoxsa Şami şəhəri tərk edin, biz bombalayacağıq. İndi mən sizdən soruşuram. Bəli. Doğrudan da belə bir müharibə baş verə biləcəyi təqdirdə həmin İrandan Azərbaycana 100 minlər və milyonlarla köç ehtimalı necə qiymətləndirilir? Əgər həyati təhlükə qarşısında qalacaqsa bizim milyonlarla hətta soydaşımız, o cümlədən Azərbaycanda onlara demək həyati təhlükədən xilas edəcək sığınacaq vermək bizim borcumuz. Milyonlarla İranın Azərbaycana Hazır olmaq lazım. gəlişi və onun yaratdığı Amma mən hansı fəsadlar hesab edirsiniz ki, buna gəlsə? Mən sizdən sual verirəm. Siz o ideyanın müəllifi oldunuz. Dediyiniz milyonlar Azərbaycana gəlsə, bu hansı bizim üçün təhlükəli təhdidlər? Mən milyonlarla yaradır? İranın Azərbaycana gəlməsini hipotetik sayaraq bunu real saymıram. Niyə? Təhlükə olsa gəlməzmi? Ən azı bir onun Azərbaycanlıdır. 45 milyon Azərbaycanlı nə İran-İraq müharibəsi dövründə, nə də elə 12 günlük müharibəsi dövründə Azərbaycan tərəflərinə yürüş eləmir. Sərhədlərimiz bağlı idi. Yəni bilirsiniz, bu məsələnin çox tərəfləri var. Mən demirəm ki, söhbət İran riskləri hesablama baxımından sual verirəm. Niyə mövzunu qarışdırırsınız? Böhran ola bilərmi? Sevinç xanım, sizə də elə hörmətli İlham bəy dedim ki, əgər İran sərhəddi xüsusi əlahiddə bir şəkildə, əlahiddə təhdidlərlə bağlı olduğuna görə, o isə İran sərhəddi bağlı. Qalanlar açıq olsun. Niyə məsələn Gürcüstan sərhəddi açıq deyil? Rusiya sərhəddi. Məsələn, çünki Gürcüstan sərhəddinin açıq olması Türkiyə sərhəddi deməkdir həm də. Əvvəllər bu Naxçıvan vasitəsilə gedirdi. O cümlədən Rusiya sərhəddi. Yəni mən demək istəyirəm ki, bu hər şey İran tərəfinin xoşu gəlməyəcək ki, ayrı seçkilik getdi. Bu məsələyə toxunduq ki, yuxarıdakı mən dedim axı ki, İran tərəfinə bu mehriban qonşuluq münasibətlərinə ziddir deyəcək. İran tərəfinə yaranmış vəziyyətin reallığı nəzərə alaraq İran tərəfinə izah oluna bilər ki, vəziyyət bununla bağlı. Mən hərçət ki, ola biləcək cavabları deyirəm, amma mən demirəm elə olsun. Mən prinsip etibarilə öz fikrimi bildirdim və hesab edirəm ki, bir daha təkrar edirəm. Hər halda bu sərhəd bağlı, quru sərhədlərin bağlı olması məsələsinə bir fərqli. Mən bu dəqiqə ilə çıxış edə bilərəm. Sərhədlər açılmalıdır. Sərhədlər açılsa bizim iqtisadi güzəranımız yaxşı. Mənə orada sosial alqışlayacağam. Bu olmadı da. Mən ona görə fikir eləmirəm. Ancaq mən reallığı qiymətləndirirəm. Kim məni bəyənər, bəyənməz özü bilər. Mən dövlətimin tərəfinin məsələni hər şeydən önəmli sayıram. Yox, biz aşağı tuturuq, eləmi? Sizin məntiqinizə görə. Yox, sadəcə deyirəm ki, bu baxışdır. Elə danışmaq olar ki, bəyənərlər. İcazə verin. Gəlin. Gəlin bir-birimizin danışmağımızı bəyənmək kimi motivlə izah eləməyək. Onda mən də sizə deyərdim, siz də başqalarının bəyənməsi üçün bunu danışırsınız. Əslində ürəyinizdə başqa bir şey düşünürsünüz. Mən deyirəm ki, mən burada nə qədər suallar qoydum, diqqət edəcəksiniz ki. Əvvəla bizə inandırıcı bir şəkildə Azərbaycan vətəndaşının öz hakimiyyətindən bu məsələlər barədə daha kompetent, daha inandırıcı cavablar almaq hüququ var. Belə şeylər var ki, onu danışmama daha yaxşıdır. Dövlət səviyyəsində ona qiymət verilir. Az öncə özünüz sitat dediniz axı ki, İlham Əliyev deyir, elə məsələlər var. Mən özüm vətəndaş olaraq prezident deyildi, təhlükəsiz məsələlər. Mən xırdalıqlarına gedirsin. Mən vətəndaş olaraq öz rəyimi ifadə elədim ki, bu kiminsə alqışın ya layiqin və s. alınması üçün deyil. Müstəqil iqtisadçıların, bu sahə üzrə ekspertlərə istinad edərək dedim ki, bunun xeyirli və zərərli ola biləcək, hipotetik və yaxud real məsələlərini ölçüb biçəndə həm də alternativ bir fikir var ki, onlarda öz rəqəmlərini gətirirlər, sübutları gətirirlər ki, bu sərhədlərin açılması bugün daha çox bizim marağımıza, həm insanımızın, həm dövlətimizin marağına cavab verir.